Camilla Gözəllik Məkanı bizə növbəti gözəlliyi təqdim edəcək. Yanımızda stilistimiz var, gözəl stilistimiz, məşhur stilistimiz Səbinə xanım var. Bugün Səbinə xanım bizə çox gözəl saç düzümləri, makyajlar, əziz xanımlar xüsusilə sizin üçün təqdim edəcək. Bugünkü saç düzümümüz və makyajımız ziyafət saç düzümlərinə aiddir. Gəlinliklərlə bərabər bugün çalışdıq ki, həm ziyafət olsun, həm gəlinliklərimiz olsun. Artıq yay fəsli dəyişilib, fəsil dəyişilib, bəli. Xanımlarımızı dəvət edirik. Həm saç kəsimlərinə, həm saça qulluq vasitələrindən istifadə etsinlər, gəlsinlər. Bizim salonda hətta bir neçə saat ərzində saçların, qısa saçların uzanması, soyuq qaynaq, yəni bu mümkün olan bir şeydir. Xanımlarımızın saçları uzanır. Camilla Gözəllik Məkanında hətta belə deyim, kosmetoloji xidmətlər, yəni çox yüksək səviyyədə. Saç düzümü və makyajdan əlavə üzə qulluq proseduraları, arıqlama proseduraları da keçirilir. Yəni xanımlar özləri gəlib bunun şahidi ola bilərlər. Burada mən istəyərdim qeyd edeyim, xanımın saçına mən balıq qulağı aksesuarlarından... Nə gözəl maraqlı aksesuardır bu. Bəli, artıq yenə deyirəm, yay fəsli gəlir, çox maraqlı aksesuarlardır, yəni bəzi xanımlarımız bundan istifadə edə bilərlər. Çox sadə makyajdır. Burada deyim ki, bu dəqiqə göz kölgəsindən yox, ancaq laynerdən və kipriklərdən istifadə olunubdur. Bu ilin aksenti məhz laynerdir. Yenə də gözəl bir xanımımız, yenə də gözəl saç düzümü. Buradakı saç düzümü də ziyafət saç düzümüdür. Yəni saçlar setkaya yığılıb və qeyri-adi bir deyərdim formada xanımlarımıza təqdim edilir. Aksesuarı da çox maraqlıdır. Aksesuarı çalışdım, yenə deyirəm, bu ilin yay fəsli olduğundan ilin dəbinə uyğun, narıncı rəngdən, hətta makyajda da bundan istifadə etmişəm. Xanımın göz çalarları sırf yay ayına uyğundur. Ой, да не спеши ты меня любить, хочу свободной птицей быть, я же совсем еще молодая, на всех на вас я одна такая, да не зови ты меня в Париж. Səbinə, çox gözəl saçlar və makyajlar eləmiş. Çox sağ olun, çalışırıq həmişə fərqli eləyək, gəlinlərimizin də zövqünü oxşayaq, yəni gəlsinlər. Burada hələ iş bitməyib, təbii ki, bu çox gözəl saçdır, yəni çox maraqlı əl işidir. Bəli, bir növ qarışqa yuvasına oxşayır, yəni belə bir düzələ tamamlanmayıb. Və burada çox gözəl gəlinimiz var, çox gözəldir. Bu xanımı tropika üslubunda bəzəmişik, tropikanka belə deyim. Xanımın gözlərinin rəngi yaşlı olduğundan çalışmışam aksenti gözlərini verim. Hətta ləçəklərdə də bu hiss olunur. Bir-birini tamamlayır, bəli.